evli olanlar daha rahat yatır. İstanbulda 500 nəfərin iştirakı ilə keçirilən yuxu tədqiqatı maraqlı nəticələr ortaya qoyub. Moody's Psixiatriya və Nevrologiya xəstəxanasının həyata keçirdiyi araşdırmaya əsasən evli şəxslər subaylara nisbətən daha asan yuxuya gedir. Araşdırmada iştirak edənlərin 57,7%-i yuxuya getməkdə ciddi çətinlik çəkdiyini bildirib. Hər 5 nəfərdən biri isə tez-tez bu problemlə üzləşdiyini deyib. Psixiatr doktor Melis Dağtekinin sözlərinə görə sağlam münasibətlərdə yaranan emosional bağ və oksitosin hormonunun artması yuxunun keyfiyyətini artırır. Qadınlar kişilərə nisbətən yuxuya getməkdə 2 dəfə daha çox çətinlik çəkir. Əvvəllər psixoloji problem yaşayan şəxslərdə isə yuxuya getmə problemi 3 dəfə daha çox müşahidə olunur. Mütəxəssislər yuxu pozuntularının təkcə bir problem deyil, bir sıra fiziki və psixoloji xəstəliklərin əlaməti ola biləcəyini bildirir. Davamlı yuxusuzluq hallarında isə mütləq mütəxəssis yardımı tövsiyə olunur.